Ana, 115 yaşın var. Özünü necə hiss edirsən? Belə də elə ki, mən də eləyirəm. Yaxşı eləyirəm, çox da pis deyil. Ora bax, mənə baxma. Elə də pis deyil. Hələlik fırlanıram. Gəldi və nədə ağadan saqqalına, mən axşama axsaqqal kimi kən axsaqqalımızda yaşayır. Ana, 115 yaşın var. Özünü necə hiss edirsən? Belə də elə ki, mən də eləyirəm. Yaxşı eləyirəm, çox da pis deyil. Ora bax, mənə baxma. Elə də pis deyil. Hələlik fırlanıram. Şükür. Allah. Əvvəllər ana işləyəndə nə çətinliklərin olub? Bağlardan danış. Çox olub. Çətinliklərim çox olub. Öz körəlmə. Danış. Nətər işləmisən? Kolxozda işləmişəm. Həyatımda işləmişəm. Çox çalışmışam. Çalışmağıma söz yoxdur. Ancaq nəsə bilir, başımdadır bilmirəm, necədir bilmirəm. Olur da ağrılığım olub, ağrılığım da olub. Özümü də öylədim, çox olub. 8 o uşağım var, indi müsaatlıqda 6 dənə qızım burada var, yanımda damsı, 6 qızımın. Ondan 8 uşaqdan 2 dərdəki oğlandı, biri əvvəldən, biri də axırıncı oğlum, Muxtər. 2 dərdə oğlum, 8 uşağın anasıyam. Bu yerə gəlmişəm, özümün də 115 yaşım var. Özümü də bu yerə gəlmişəmsə, hələ ki yaxşıyam, pis deyirəm. Allahımdan razıyam. Balalarım yaxşı baxıb. Mənim atamla necə tanışdığın olub, ondan da danış. Dədən. Atamla. Atayla yap-yaxşı, valla. Atayla yap-yaxşı. Gündürlük keçirmişəm belə irazı. Yaxşı kişiydi, pis kişi də öyrədi. Yaxşı, nə deyirdim, onunla gedirdi. O nə deyirdi, mən onunla gedirdim. Nə deyirdi, eləyirdim. Yaxşı yaşamışıq. Biz tamamız döyülməyimiz, sögülməyimiz, qabaq çox döyülərdi qədimidə arvadları, gözü qara, üzü qara, işte görürdü gəldi, döyülüyor, bir gecə bu ki arvad. Hələ şeylərimiz olub bizdə, yaxşı olmuşuq, yaxşı yaşamışıq. Belə də olub. Ana, atamla bir yerdə işləmişsən də, ondan da danış, ora baxanca mənə. Atayla işləmişəm. İstəyirdik, şumlayırdık, yedirdik. Sabahla cüy çəkəcək bura. İskəndər dedi adı. Qıyya gedirdi o başa, deyirdim, gülürdüm, deyirdim, getdi çatdı ne o başa. Deyir, kırılan qoşundandır deyərlər, qadimidə hələ deyirlərdi. Kırılan qoşundandır. Ged üstündən gedir, nə? Bu səfər oranı istəyəndə tez çatacaq. Deyəcəksən, deyəcəm, gördün, kırılan qoşundandır. Gör nə qədər gəlir görələk. Belə günlərlə keçirmişik, işləmişik, tikmişik, yığmışıq. Axır günümüzdə budur. Şükür, gene şükür Allah'a. Şükür.
Gene şükür. Öldü, götürdüm yerden. Oğlu, o birisi balacıydı, Bilal yaxşıydı. Götürdü yerden. Dedim ben öleceğim, Bilal götürecek. Gene de Bilal'ın yanında olurum, ondan arayayım o birisiyle. O da komşudu bu da, üzü komşudular, Şigarı'da. Yaşıyorlar. Allah yaşadır, özleri yok. Allah yaşadır, Allah. Yeməyin, içməyin necədir? Nətərdir? Özümün yeməyim, içməyim yaxşıdır. Əla gedirəm. Nə istəyirəm, onu pişirirlər, yeyirəm. Nə istəyirəm. Yavan yeməkdən yox. Yox. Hacı oradan ye, ha bir gün qatıqla ye. Qatığı yavan alıram, özüm içirəm. Deyirəm, qatığın xeyri var mənə. Qatığı içəndə rahat yatıram. Gecə qatıq içib yatıram, onda rahat yatıram. Deyirəm, ay valla gecədən gecə mənə bir fincan qatıq verir, içib yatım. Vardı Allaha şükür. Qatığımız yox idi. Sağ olsun bu kızımı. Bu gətirirdim, bu içirdim. Allah'a şükür var, doğub yeyirəm. Polla yeyirəm. Doğasın doğa. Qatığın qatıq. Sinəmin biri də doğacaq Allah qoşa. Kızımın borcundan çıxacaq. Deyirəm ki, gülünü yeni öz açılsın, tərdən oturanlar. Deyirəm, düz danışmırsınız, danışın gülündən, hə? Güney xanım əməliyyat edir. Baxdı, dedi ki, bu qamadədir, bir yerdə köküzdədir, Bakıdadır, o da o gətirərmir. Aşı Bakıda nəvələri gəlməz, Bir də kökü. Yox, nəsibə. 80 yaşım var. Zəhmət çəkib eləncikdə, alağa gedib, pamığa gedib. Məsələn, qalxozda çox işləyib. Əziyyətlə saxlayıblar, bizi böyüdüb də, eləyib. İndi Allaha şükür, oğlu da ki, şükür Allaha, yaxşı baxır, yaxşı saxlayır. İstəyir ailəsi, istəyir özü. Allah ömür versin. Yap qəşəkdir. İndi qəşəkdir. O vaxtda olub. Çətinliklər olub. Nəhmədova Aqilə. Aqilə xanım, neçə ildir burada gəlin köçmüşsünüz? Qaynanayla necə yola gəlmişsiniz? Necə 66 yaşım var. 45 ildir də bu gün gəliniyəm. Bibimdir həmi. Belə də əzabla, əziyyətlə dolanmış o da. Kömək eləmişəm balalarına, qızlarına. Hamısını evləndirmişik, yer eləmişik. Yəni siz öz qızından ayrı eləmiyik? Yox, mənə yaxşı baxıb, qardaşı qızıyam. Yaxşı baxıb mənədir, mən də ona yaxşı baxmışam. İndi də yaxşı baxıram. Təmizliyin hamısını, palın-paltarın hamısını özüm eləyirəm. Yeməyin də kiçik gəlin eləyir, nəvəsi. Mən də belə də, mən də 4 balam var. İkisi rəhmətə gedib, ikisi yaşayır. Belədir. Qaysın falan yox. Balığa qədər yiyir. Satrovka eləyir özü balığı, sümüyün falan. Odur. Nəhmədov Bilal İskəndəroğlu. Ağlım söz kəsəndən sonra mən anama çox yaxşı baxmışam. Çox yaxşı. Hesab eləyən ki, evimdə mən nə yeyirəmsə, onun üçün də həmən yeməkdən, ondan da biraz yüksək, üstün tutub ona çayın vaxtında, bir deyirsən, başları qarşı olur da, ev işidir. Misal üçün, mən özüm bir iskan çay süzürəm, gətirib qoyuram qabağıma filan, yəni belənçinə. Elə onun bir də sağ olu, Allah köməyin olsun deməyə mənə bəs eləyirdi. Mən bu saat yadıma gəlir ki, biz neçə də yurtlar dəyişib, gəlib burada məskun salmışıq. Buna mənə əziyyətini görmüşəm ki, and olsun Allaha, yoldaşı ilə rəhməti atamdan bir yerdə nələr, nə əziyyətlər çəkiblər. Yəni, o da bizim bu yerə gəlib çıxmağımız üçün çalışırlarmış da. Çox yaxşı, mən yəni ki, belə də Allahımla razıyam. Yaxşı bizi bəstələyib, saxlayıblar.
Bu yerə gəlmişik, yenə də min şükür yaxşıdır. Mən də indi yenə də buna yaxşı baxmalıyam da. Nə qədər ki Allah ömür verir, mən ona yenə də ömür arzulayıram, bir də yaxşı da baxacam. Əhmədova Pəri, 7-də oxuyuram, 12 yaşım var. Nənəmi çox istəyirəm, nənəmin qulluğunda dayanıram. Nə istəyir, onu da eləyirəm, yeməyin, içməyin verirəm. Yatmağa gedəndə də aparıram, üstünü örtürəm, işığı söndürüb gəlirəm. Məktəbdən gələndə də çay istəyir, su istəyir, verirəm. Nənəmi çox istəyirəm, o da məni çox istəyir. Nənəmin adını daşıyıram. Sarı bezler, dağlar üstüne O kişi çox işlər vermişdir. O vaxt gəldi ki, artıq yaşlı yox olsun belə. Gəlin keçin, gəlin bu da keçin də. O toxuma işinə baxırdı, o belə cəhri ilə filan. Denə, tutun da, başa sal ona. Gəlin, ne oldu? Nereye oldu? Bunlar öyle bir şey. Fırın kaçtı.